Afət. Afət Rahil qızı. Sən axtarırlar. Videomun altına yazıblar ki, səninlə bağlı videonun altına. Afət xanım toya neçəyə gəlir belə qiyməti? Deyirəm, mən də belə az halda kiməsə cavab yazıram. Həmin adama yazdım ki, Afət toya getmir axı, Afət. Deyirəm, siz hansı Afətdən? Məlum oldu ki, sizi axtarırlar. Sizi axtarırlar, Afət xanım. Deyirlər ki, Afət xanım bizə toya neçəyə gələr? Mümkünsə qiymətli deyin, mən o insanlara açıqlama verim. Dedim onun nişanlısı, gələcək həyat yoldaşı oxuyur. Afət oxumur axı. Dedilər, yox, Afət də oxuyur. Duet oxuyursunuz, duet ortağında. Məhz gələcək həyat yoldaşında. Əzim, yaz bura görüm toya neçəyə gedirsən? Bir sən əski giydin, sən də oxudun. Afət, nə inirsən elə? Popuğu böyütmə, dırnaqlarını uzatma. Üzündə olduğu kimi qalsın, belə daha yaxşısan. Nə inirsən elə? Popuğu böyütmə. Yenə də deyirəm, bir dənə sən qalmışsın oxuyam. Ebi yoxdur, sənə bu yolda uğurlar arzulayıram, Afçika. Afət. Sara Səfradan tövsiyə, nə edirsən et, popuğu böyütmə.